Bu şəxslərə yeni mənzillər verilir. Şəhid ailələr və müharibə ilə əlaqədar 50 olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub artıq. Ölkə.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyinin 5 iliyinə dair keçirilən mətbuat konfransında deyib. O xatırladıb ki, dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Təbii ki, gözləyirlər şəhid ailələri, elə döyüşçülərimiz var ki, onların da mənzilə ehtiyacı var. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər post-müharibə dövründə tutam 8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Eyni zamanda Çernobıl qəzasının ləğvi ilə əlaqədar əlilliyi müəyyən şəxs edilmiş şəxslərə son 5 ildə 435 mənzil təqdim edilib. Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir. Onların mənzillə təminatı həyata keçirilir. Gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış kompleksindən gözdən əlilliyi olanlara 539 mənzil təqdim edilir və proses davam edir. Dövlət uşaq məsələlərinin məzunu olan hər iki valideyn itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Vüqar Behbudov deyib və Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixi sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzilə təminatı tədbirləri həyata keçiriləcək və keçirilir hal-hazırda.